Mən Elman Qocayev 1974-cü ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşam. Gəlmə kənd orta məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 93-cü ildə Zərdab rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim. Ağdam rayonunda torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Ağdamın bir neçə kəndinin, o cümlədən Yusifcanlı və Mahrızlı kəndlərinin müdafiəsində iştirak etdim. 93-cü ilin iyun ayında düşmən Xocavənd istiqamətindən Yusifcanlı kəndinə hücum etdi. Dinc sakinlər şəhid oldu və girov götürüldü. Hissəmiz ermənilərin xeyli canlı qüvvəsini məhv elədi və geri çəkilməyə məcbur etdi. 94-cü ilin əvvəllərində ordumuz cəbhədə üstünlük qazanmışdır. Düşmən yeni qüvvələr toplayaraq azad etdiyimiz əraziləri yenidən işğal etmək istəyirdilər. Ağdam istiqamətində də böyük qüvvə ilə hücumlar təşkil edirdilər. Yanvar ayında Ağdamın Mahrızlı kəndi uğrunda gedən döyüşlərdə də iştirak etdim. Döyüşlərin birində qəlpə yarası aldım və vətən yolunda, haqq yolunda şəhidlik zirvəsinə ucaldım.